Aşırtma vuruş kaleye ve gol, gol, gol. Mükemmel bir gol. Mükemmel bir gol. Semih muhteşem bir gol atıyor. Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyir. Bugündən bizim TV-nin efirində yeni bir futbol verilişi, Top Klub verilişi efirə yayımlanacaq. İlk verilişimizin ilk qonağı Respublika dərəcəli futbol hakimi Nahid Xasiyevdir. Xoş gördük Nahid səni, salamlayıram. Xoş gördük, mən də salamlayıram sizi. Nahidə ilk sualım belə olacaq ki, necə oldu ki, futbol sahəsinə gəldin? Futbol sahəsinə gəlişim uşaqlıqdan oldu. Elə hamı kimi mən də uşaq futbolunda məhəllədən başladım. Sonradan mən başqa həmyaşlarımdan fərqləndiyim üçün məni futbola cəlb elədilər. Uşaq futbol məktəblərinə cəlb elədilər. Mən futbol məktəblərinə yazıldım. Bununla da futbol həyatım başladı. Ondan sonra futbol məktəbində də fərqləndiyim üçün gəlib məni futbol klublarına cəlb elədilər. Uşaq yaşlı futbol klublarına cəlb elədilər. Müxtəlif futbol klublarında oynamağa başladım. Sadəcə olaraq yəni güclülər dəstəsində oynamasam da əvəzedici liqa cavanlardan ibarət komandalarda çıxış etdim. Sonradan mənim sırf futbolçuluqdan əlavə mənim həvəsim hakimliyə idi. Bu sahəyə gəlişim var idi, elə danışarıq. Bəli. Yəni sırf futbolçu kimi fəaliyyətdən çox mən hakimlik kimi istəyirdim fəaliyyətimi davam elətdirim. Bununla da bağlı mən sadəcə olaraq onda bilmirdim kimə müraciət edeyim, kimdən məsləhət alım. Ali məktəbi bitirdikdən sonra ali məktəbə qəbul oldum. Məni oradan ali məktəbdən yönəltdilər hakimlik sahəsinə. Ümumiyyətlə bu peşəyə yiyələnməyində kimlərinsə sənə dəstəyi oldu mu? Kimlərinsə dəstəyi deyəndə ki, əsas özüm təşəbbüs göstərmişəm. İnstitutda müəllimlərimdən məsləhət almışam. Elə başda valideynimlə məsləhətləşmişəm. Yəni müəllimlər məni yönəldib, beləliklə mənim hakimlik fəaliyyətim başladı. İlk idarə etdiyin oyun hansı oldu? İlk idarə etdiyim oyun hakimliyə gəldikdən sonra ilk idarə etdiyim oyun təbii ki, az yaşlı uşaqların futbolu olar. Yəni o hardasa 2009 belə 2019-2009-cu illərə təsadüf edir. Elə olub ki, hansısa oyunda qərar verəsən, amma sonra həmin qərarı dəyişəsən. Ümumiyyətlə futbolda sırf yəni hakimlik sahəsində belə bir qayda var ki, sırf konkret yadımda deyil hansısa oyunda ola elə bir şey, amma yəni sırf qaydalara uyğun deyim ki, futbol qaydalarına uyğun deyim ki, hakim qərarını dəyişə bilər. Bir şərtlə ki, oyun bərpa olmayana qədər. Oyun bərpa olduqdan sonra hakim qərarını dəyişə bilməz. Amma oyun bərpa olana qədər hakim başa düşsə ki, səhv eləyib, bu qərarı dəyişə bilər və yaxud köməkçi hakiminə, ehtiyat hakim bu hakimin səhvini dedikdən sonra onların da dediklərinə əsasən qərarını dəyişə bilər. Yalnız oyun bərpa olana qədər. Biraz da hakimlik məsuliyyətindən danışardınız. Hakimliyin məsuliyyətindən hər kəs bilir ki, hakimlik işi məsuliyyətli işdir, ümumiyyətlə hakimlik sahəsi. Bunun məsuliyyəti yəqin ki, futbol sahəsində olanlara və yaxud futboldan baş çıxanlara bəllidir, hakimlik işi necə məsuliyyətli işdir. Çünki sırf olaraq sən həm komandaların oyunu idarə edirsən, həm bu böyük bir məsuliyyətdir, konkret olaraq sən oyunu idarə edirsən. Elə bunun özü böyük bir məsuliyyətdir və bunlarla neçə minlərlə, neçə milyonlarla insan baxır. Yəni hər bir şey sənin qərarından asılıdır. Ona görə də hakimlik işi çox məsuliyyətli işdir. Bəs bu sahənin əsas qaydaları ilə bağlı nə deyə bilərsiniz? Bu sahənin qaydaları, hakimlik ümumiyyətlə 17 qaydadan ibarətdir. 17 qaydadan ibarətdir. Elə hakimlik kitabı da bütün qaydalar orada əks olunur. Yəni bu qaydaların da özünün, hər bir qaydanın da öz bəndi, öz kriteriyaları var. Yəni əsas hansı qaydadan sual versəz, belə cavab verə bilərəm. Yəni futbolda hakimlik də sırf o qaydalar üzərində cəmlənir. Ümumiyyətlə təcrübəli referlərin idarəçiliyinə baxıb nəsə götürürsən mi oradan? Əlbəttə ki, həm istər bizim hakimlər olsun, həm istər xarici əcnəbi hakimlər olsun. Ümumiyyətlə həm burada gəlib canlı izləyirəm, həm televizor vasitəsilə izləyirəm. Hər bir hakimin əlbəttə ki, özünə uyğun öz xüsusi oyun idarə etmə üslubu var.
Mən onlara baxıram, hər bir hakimdən bir şey götürsək, bu bizim üçün üstünlükdür əlbəttə. Futbol hakimi olsanız da yəqin ki, hansısa komandaya azarkeşlik eləyirsiniz, simpatiyanız var. Hansısa komandaya deyəndə mən xarici klubların, elə klublar var ki, düzdür onların oyun üslubu xoşuma gəlir. Məsələn, götürək Barcelona, elə bu qonşu Türkiyədən götürək. Sırf bizim ölkədə elə bir adam yoxdur ki, futbol azarkeş olsun, Türk klublarının hansınasa valət eləməsin, azarkeşlik etməsin. Fenerbahçe'nin oyunu xoşuma gəlir. Yəni belə izləyirəm. Barcelona'nın oyun üslubu çox xoşum gəlir. Yəni qısa ötürmələrlə irəliləməkləri. Ona görə Barcelona'nın oyun üslubundan xoşum gəlir. Belə bir sual verim. Hakimlər azarkeşi olduğun komandanın əleyhinə qərar verəndə hansı hisslər keçirirsiniz? Hakimlər yaxşı sualdır bu sual. Necə deyim? Əvvəl mən hakimlik eləməyəndə əvvəl düşünürdüm ki, mən azarkeşlik etdiyim komandaya sırf hakim hansı epizodda əleyhinə qərar verilsə mən ona əsəbləşirdim. Sadəcə olaraq istəyirdim ki, hakimin bütün qərarları mən azarkeşlik etdiyim komandanın xeyrinə olsun. O səbəbdən onda qaydalardan başım çıxmırdı, sırf hakimlikdən başım çıxmırdı. İndi özüm hal-hazırda hakiməm, özüm oyunlara baxanda istər elə Qarabağ olsun, Qəbələ olsun, Azərbaycan yığma komandası olsun. Hakim onda qərar verəndə, bizim əleyhimizə də olsa qərar verəndə, düz olanda mən dillənə bilmirəm. Mən də onu bilirəm ki, bu hakim haqlıdır orada. Bəs Nahid Xasiyev hakim olmasaydı hansı peşəni seçərdi? Sırf olaraq bunu mən düşünməmişəm heç vaxt. Yəqin ki, idman sahəsində olardım da, futbol sahəsində. Bəlkə də futbolçu olardı. Bəlkə də futbolçu kimi davam etdirərlərdim. Yəqin ki, Premyer Liqa oyunlarına baxırsan, səncə bu mövsüm hansı komandalar çempionluğa daha iddialı? Düzdür, elə çempionatın bitiminə çox var, amma sənin də fikrin maraqlıdır. Çempionat hardasa avqust ayından başlayıb. İddialı komandalar var. Elə biri Qarabağı götürək, Qəbələ götürək. Qəbələ ilə Qarabağ iddialı komandadır. Interdə yaxşı oyun sərgiləyir, siz də bilirsiniz bunu. Zirə komandası bu il Premyer Liqamıza daxil olmağına baxmayaraq, Zirə də çox yaxşı oyun sərgiləyir. Və demək olar ki, namizədlər çoxdur. İnşallah güclü çempion olar. Qarabağ və Qəbələdən söz düşmüşkən elə həmin komandalar hazırda Avroliqada mübarizə aparırlar. O komandaların oyunları ilə bağlı danışarız. Bəli. Bu komandalar indiyə qədər sözünüz də bilirsiniz ki, Azərbaycanın Avroliqada hər il bir komanda təmsil eləyirdi. Neftçi, ondan sonra Qarabağ, bu il də Qarabağ təmsil eləyir. Yəni indiyə qədər elə bir mövsüm olmamışdı ki, Avroliqada qrup mərhələsində bizim 2 komanda təmsil eləsin Azərbaycanı və bu Azərbaycanın adınadır. Bu hər birimiz üçün bu çox xoş xəbərdir. Qarabağ, Qəbələ yaxşı oyun sərgiləyirlər. Deyərdim ki, hər bir oyununu izləmişəm. Qarabağla bağlı deyək ki, yəni bu UEFA özü də bu Qarabağın qrupunu ölüm qrupu adlandırdı. Yəni Qarabağın da oyunu UEFA-ya bəllidir. Yəni Qarabağ bunlar üçün zəif olsa, o qrupu yəqin ki, ölüm qrupu adlandırmazdılar. Ona görə də Qarabağ da yaxşı oyun sərgiləyir. Sadəcə olaraq ya bəxt mi deyim, yəni nə isə Qarabağda çatışmadı. Elə axırıncı oyundan götürək. Axırıncı oyunda Monacoda 100%'lik qələbə gözləyirdik. Oyun gəldi, 1-1 bitdi. Orada da Qarabağ yaxşı oyun sərgilədi. Görə inşallah indi 2 oyun qalıb. Burada Tottenham'dan qalıb. Səfərdə də Anderlecht. Düzdür, çətin olacaq. Ümid eləyək ki, inşallah Qarabağımız qrupdan çıxsın. Yəni sizə görə neçə Qarabağın nə qədər şansı var, neçə faiz şansı var? Qarabağın səhv eləmirəmsə, birinci yerdə Tottenham gedir, 7 xalı var. 7 xal, Monaco 6 xal, Anderlechtlə Qarabağ 4 xalları var, bəli. Qarabağ, mən deyərdim ki, düzdür, əminliklə demək olmaz, biraz Qarabağın axırıncı turlarda biraz vəziyyəti çətinləşdi. Deyərdim, faiz göstəricisindən deyərdim, 30% ümidi qalıb Qarabağın. 30% çıxar-çıxmaz, o da gərək orada Anderlechtlə yaxşı oyun sərgiləsin, orada qələbə, burada Tottenhamın xalası, belə ümid eləyə bilərik. Tottenham məğlub eləmək. Mütləq burada, başqa bir variant yoxdur. Qəbələdən də Qəbələdən də danışaq. Qəbələ də Qarabağa nisbətən Qəbələ də yaxşı oyun sərgiləyir.
Elə Qəbələnin sadəcə olaraq bir komanda əsas qarşısını kəsdi, Borussia Dortmund. Bunda Borussia Dortmundun da gücü hər bir kəsə bilir, Borussia Dortmund hansı gücə malikdir. Borussia Dortmundda 2 məğlubiyyət oldu, burada və səfərdə məğlubiyyət. Yəni onu deyim ki, Qəbələnin PAOK-la da oyununa baxdım. PAOK-u da burada məğlub etmək gücünə malik idi Qəbələ. Sadəcə olaraq orada da bəxt imkan vermədi ki, Qəbələ 3 xal qazansın. Sonra Krasnodarla orada həmin oyuna mən baxdım. Qəbələ çox yaxşı oyun sərgiləyirdi. Oyunun nəticəsi 1-1 idi. Bəli, 2-1 oldu. Oyunun nəticəsi 1-1 idi. Mən Qəbələ ard-ardı hücumları səngimirdi. Mən gözlədim ki, Qəbələ orada qələbə qazanar. İkinci topu vurar. Əksinə onlar vurdu. 2-1. Mən Qəbələdən minimum orada neçəyə gözləyirdim. Amma istənilən halda Qəbələ tarixində bir ilk imza atdı. Bəli, əlbəttə ki. Bu özü də böyük bir uğurdur. Bəli, əlbəttə ki. Yəni Qəbələ bir dənə Borussia Dortmund qarşısına aldı. Yəni başqa o biri komanda PAOK-la, Krasnodarla eyni səviyyədə demək olar ki, oyun oynadı. Bəs həm Qarabağın, həm də Qəbələnin oyunlarına təyinat alan hakimlərdən, həmkarlarınız barədə nə deyə bilərsiniz? Həmkarlar haqqında nə deyə bilərəm? Belə bir sual gözləmirdim. Necə deyərlər, UEFA təyinat verir, Qarabağın da Qəbələnin də oyununa təyinat verir, gəlirlər. Yəni hələ ki belə böyük bir kobud səhv görməmişəm, yəni o hakimlərdən. Əsas kobud səhv ötən il Qarabağa qarşı oldu. Yəni orada necə düşünürsünüz? Orada qərəz var idi. Orada qərəz mən onu lap dəqiqliylə deyə bilmərəm. Yəni çünki hər bir insanın öz xasiyyəti var, öz xüsusiyyəti var. Mən onu tanımıram, onu dəqiq deyə bilməzdim ki, orada nə işlər çevrilir. Yəni onu deyə bilərəm ki, o böyük bir səhvdir də. Yəni orada ən azından düzdür, mənə də dostlar həmin oyundan sonra mənə də dostlar yazdı. İstər Facebookda olsun, istər başqa bir sosial şəbəkədə yazdılar mənə. Mən ümumi olaraq cavab verdim. Yəni o səhv olaraq yadda qaldı da. Yəni orada qərəzdir, belə bir şeyləri mən deyə bilmərəm. Amma elə bizim sədrimiz də Xəqani Məmmədov da elə açıqlamasında dedi ki, səhvdir o qərar. Komandamızın bütün planlarını alt-üst eləyən bir qərar. Bəli. Həm komandamızın, həm demək olar ölkənin sadəcə olaraq elə bir həmin oyundan sonra bir həftə Azərbaycanda sükut çəkmişdi. Yəni hamı oyundan danışırdı, hamı orada səhvdən danışırdı. Qismət. Tezliklə komandalarımızı Çempionlar Liqasının qrupunda görmək istərdik. Necə düşünürsünüz? Bu yaxın gələcəkdə ola bilərmi? Yaxın gələcəkdə nə deyək, inşallah yaxın gələcəkdə ümid eləyək ki, olsun. Bu hər birimizi sevindirər. Qarabağ gözəl oyun sərgiləyir. İnşallah Qarabağı da görərik, başqa klublarımızı da görərik. Yəni Azərbaycan futbolu hal-hazırda yüksəliş dövrünü yaşayır. Yəni bunu hər birimiz bilirik. Sizin də yadınıza gələr, vaxtilə biz gedirdik futbola baxmağa. Azərbaycan millisi oynayırdı. Azərbaycan klubları xarici klublarla oynayırdı. Yəni o qədər güclü olmayan klublarla oynayırdı. Demək olar ki, oyun ərzində 1-2 bizim real qol vurmaq şansımız olurdusa, indi qarşılıqlı hücum şəraitində keçir oyunların əksəriyyəti. Milli komanda istər, güclü komandalarla oyunda. Yəni Azərbaycan hal-hazırda dirçəliş dövrünü yaşayır. Ümid eləyək inşallah, yəqin ki, gələcəkdə mən buna inanıram. Belə deyək, olar inşallah. Klub səviyyəsində irəliləyişimiz olsa da, amma milli səviyyəsində bu, yəni hamıya məlumdur ki, irəliləyiş görünmür hələ ki. İnşallah onun üçün işlər gedir. İstər AFFA-da da, AFFA rəhbərliyi də bunun üçün böyük bir işlər gedir. İnşallah gələcəkdə görəcəyik. Bunun şahid olacaq inşallah. Yəni, mən inanıram ki, bəli, mən inanıram ki, Azərbaycan elə Xorvatiya ilə neçə oynadı Azərbaycan. Orada düzdür, çoxlu söz-söhbətlər oldu ki, güya Prasnitski Xorvat olduğuna görə ondan qabaq Azərbaycan Norveçlə orada getdi, 0-0 oynadı. Norveçin yerinə 0-0 oynadı. Yəni bu da bir olmuş bir şeydir ki, yəni hal-hazırda Norveç komandası da iddialı komandalardan biridir. Getdi orada neçə oynadı. Yəni belə deməzdim, sırf milli komandada, klublarda dirçəliş dövrünü yaşayır. İnşallah gələcəkdə lap yaxşı olacaq. Buna hamımız şahid olacağıq. Bəli, dirçəliş olsa da milli komanda həm də bu Avrokuboklar baxımından, amma götürə ilə Neftçi ilə Xəzər Lənkəran bu dəqiqədə oradan çox pis vaxtlarını yaşayırlar. Yəni komandada nə çatışmır görəsən? Vallahi onu dəqiq biz deyə bilmərik, komandada nə çatışmır. İnşallah ümid eləyək ki, onlar da
yaxşı Biz vəziyyətə düşər. hər halda biz alışmışıq ki, Neftçi, Flaqman, Bəli, bəli, Avropa bəli, qruplarında ən Qarabağ. azından mübarizə aparır. Yəni mənə yadıma gəlir ki, hardasa bir 7-8 il olar mən həmin Neftçi Xəzər Lənkəran oyununu Toğrul Bəyramov adına stadionda, Respublika stadionda izləmişdim. Yəni həmin oyun, indi siz onu mənə dediniz, həmin oyun gözümün qabağına gəldi. Orada stadionda demək olar ki, yer yox idi. Yəni çempionat oyunu idi. Demək olar ki, o stadionda yer yox idi. Yəni mən onun canlı gözümün şahidi olmuşam. İnşallah ümid eləyək o günlər qayıdacaq. Həmin azarkeşliyi ilə bağlı da bir sual verim sizə. Avrokuboklarda həm Qarabağ, həm də Qəbələnin oyunlarında görürük ki, azarkeşlər də oradan da tribunalarda oldurular, amma Bəli. buna Premyer Liqamızda rast gəlmirik. Qarabağın son 2 mövsümün çempionunun oyununa yəni heç 100 nəfər yığılmır ölkə çempionatında. Bəli. Siz necədir? Azarkeş deyirlər ki, Azarkeş 12-ci oyunçu sayılır. Azarkeşsiz oyun maraqsız olur. Yəni bunu hər birimiz bilirik. Ümid eləyək inşallah olar gələcəkdə. O da yəni indi hal-hazırda Gəncənin Kəpəz komandası, yəni onların oyununda 20 min azarkeş oldu. Yəni yavaş-yavaş azarkeşlər artıq klub nə qədər güclü oynasa, qələbələrin sayı artsa, azarkeş də bir o qədər artar. Bəlkə də problem elə ondadır ki, Premyer Liqamızda əyalət klubları daha çox olsa azarkeşlər sarıdan da çətinlik çəkməliyik. Çünki adi götürək Kəpəz. Bəli. Bəli, Kəpəzin dediyi də oyunda 20 minə qədər azarkeş oldu. İnşallah onlar əyalət klubları da gələcəkdə Premyer Liqamızda olar. Yəni indi də var yetərincə. Nə deyək bununla bağlı? Yaxşı olar inşallah. Sonda nə sözün varsa buyur. Sonda nə deyə bilərəm? Çox sağ olun mənə dəvət etdiyiniz üçün. Bildiyimə görə sizin birinci verilişinizdir. İnşallah daha çox uğurlar əldə edəsiniz. Verilişiniz uzun ömürlü olsun. Yəni bu qədər. Hörmətli tamaşaçılar, bugünkü efirimiz bu qədər. Bir daha qeyd edim ki, ilk verilişimizin qonağı Respublika dərəcəli hakim Nahid Xasiyev idi. Yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.